mən jurnalistəm, bir layihə işləmək istəyirəm. Doğrunu, orada cəmiyyətə faydalı ola biləcək bir mövzunu, qonağı, layihəni seçə bilməyim üçün mənim jurnalistikanı çox yaxşı bilməyim mi lazımdır? Cəmiyyəti yaxşı müşahidə etməyim mi lazımdır? Yəni ixtisaslar üzərindən, insan üzərindən bunu ələ alsaq, necə o doğru qızıl ortanı tapmaq lazımdır? Ən birinci şərt çox oxumaq. İkinci vacib şərt oxuduqlarını dərk eləmək. Üçüncü vacib şərt dərk elədiklərindən düzgün nəticə çıxartmaq. Bilirsinizmi? Siz özünüzü də dərk eləməlisiniz. Öz potensialınızı tanımalısınız. Mən nəyə qadirəm? Siz özünüzü nə qədər yaxşı tanısanız, nəyə qadir olduğunuzu, gücünüzün nəyə çatdığını bilsəniz, biləcəksiniz ki, o, məsələn, heykəltaraş olar sizdən yoxsa yox. Mən bilirəm ki, məsələn, nə qədər də xoşum gəlsə rəsm çəkməkdə, məndən rəssam olmaz. Nə qədər musiqini sevsəm də mən bəstəkar da olmadım. Mən heç alim də olmadım. Çünki riyaziyyatdan düzəməlli bir hesablaya bilmirəm. Yəni, mən özümü tanıyıram. Bilirəm mən nəyə qadirəm, mənim bacarığım nəyə çatır. Bu bir. İkincisi, mən özümü tanıyandan sonra mən öz istiqamətimi bəlirləyirəm. Mən öyrəndim ki, məsələn, bir vaxtlar mən fəlsəfiyə getmək istəyirəm, mən sufizmi öyrənmək istəyirəm və başladım